Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Ucar rayon Köhnə İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Bugün bir məsələ ilə bağlı sizlərə bir müraciətim var. Əvvəla bunu demək istəyirəm ki, Ucar rayon Köhnə İctimai Nəzarət Təşkilatının fəaliyyətini yaxından izləyən insanlara məlumdur ki, son vaxtlar rayonumuzda olan problemlərin həlli ilə bağlı irəliləyişlər var. Müəyyən işlər görülür, yaxşılığa doğru işlər görülür. Mən əvvəla bundan ötürü bizi izləyən, bizə dəstək olan, rəy yazan insanlar var. Vətəndaş mövqelərin bildirirlər, göstərirlər və sizlərin yazdığınız rəylər sayəsində, ictimai qınaq sayəsində müəyyən problemlər öz həllini tapır və bu problemlərin həllində bizə köməklik göstərən adəti üzrə qurumlara mən öz təşəkkürümü bildirirəm. Çox sağ olun deyirəm ki, bugün Ucar rayon İctimai Nəzarət Təşkilatının fəaliyyətini izləyirsiniz, fəaliyyətini bəyənirsiniz və bizim sizlərə qarşı olan tənqidlərimizdən düzgün nəticə çıxardırsınız. Yəni, İctimai Nəzarət Təşkilatı əgər hansısa bir idarəni, bir qurumu bir problemlə bağlı tənqid edirsə, amma gördüyü yaxşı işlərlə də həmin idarələrin də çəkilişlərini edirik. Gördüyü işlər haqqında çəkilişlər edib ictimaiyyətə bu haqda məlumatlar veririk. Yəni insanları çaşqınlığa salmırıq. Yəni belə bir fikrimiz yoxdur. Bizim fikrimiz dövlətimizlə xalqımız arasında bir körpü yaratmaqdır, bir körpü qurmaqdır. Və deməli, hər problem də vəzifəlilərin problemidir, məmurların problemidir. Bizim özümüzdə də müəyyən qədər problemlər var. Bizim hər birimiz ictimai nəzarətçi olmalıyıq, bir-birimizə nəzarət etməliyik. Son zamanlar mənim apardığım müşahidələr nəticəsində görürəm ki, rayonda yəni insanlar, buna düzdür, hamıya şamil eləmək olmaz, küçələri zibilləyirlər. Əsasən də mən müşahidə aparmışam, bu hazırlıq kursları ki var və yaxud da ki, hansısa müəllimlər evlərində hazırlıq keçirlər. O küçələrdə müşahidələr aparıram. Görürəm ki, deməli, bu hazırda gələn uşaqlar, bəziləri uzaq kəndlərdən gəlirlər, bəziləri heç ümumiyyətlə rayonda yaşasalar belə evlərinə getməyə vaxtları olmur. Ali məktəblərə, universitetlərə hazırlaşırlar, dərsdən çıxırlar, hazırlıqlara gedirlər. Yəni, gün ərzində belə deyək, qidalanmanı evlərində yox, çöldə təmin edirlər. Marketlərdən aldığı qidalardan istifadə edərək öz təbii ehtiyaclarını ödəyirlər. Belə olan halda da mən dəfələrlə şahid olmuşam, öz iradımı da bildirmişəm. Belə olduğu halda da deməli, həmin bu bizim məktəblərimiz, şagirdlərimiz deməli, həmin qidalanma zamanı açırlar o müəyyən kağızları, nə bilim, suyu içirlər, boş butulkanı atırlar küçələrə. Siz gedib, əgər baxsanız, o hazırlıq keçirilən yerlər ki var, mən misal üçün birini deyirəm, deməli, Ucar rayonu 28 may küçəsində bazara yaxın bir yerdə, orada bir hazırlıq kursu var. Hansı vaxtlarda gedib baxsınız ora, görərsiniz ki, ora zibilliyin içindədir. Deməli, gəlirlər uşaqlar, ora kimi gəlirlər, əlindəki qidaları yeyə gəlirlər, kağızını atırlar ora, nə bilim, boş butulkanın suyu içirlər, atırlar ora. Yəni, mən bu müraciətimi müəllimlərə eləmək istəyirəm, bizim elm fədailərimizə. Yaxşı olardı ki, məktəblərdə də əgər deyilmirsə bu haqda söhbətlər olunsun. Amma ən əsas da bu hazırlığa gələn ki, uşaqlar var, hazırlıq keçən müəllimələr bu uşaqlar haqqında dərsə başlamamışdan bir 5 dəqiqə dərsdən əvvəl, 5 dəqiqə bu məsələlərlə bağlı maarifləndirmə işləri aparsınlar ki, hər birimiz bizim yəni vətəndaş olaraq borcumuzdur ki, şəhərimizi, küçələrimizi təmiz saxlayaq və o küçələri təmizləyən insanlar var. O insanlar da bizim içimizdən olan insanlardır, o insanlar da bizdən olan insanlardır. Hansısa dostumuzun anasıdır, nə bilim, hansımızınsa dostumuzun bibisidir, sinif yoldaşımızın anasıdır, bacısıdır. Yəni bizim içimizdə olan insanlardır. Onların əməyinə qiymət verməkdən ötürü, onların gördüyü işlərin, yəni onların əziyyəti hədər olmasın deyə biz özümüz də, yəni vətəndaş olaraq bizim də borcumuzdur ki, biz şəhərimizi, küçələrimizi təmiz saxlayaq. Bəzi insanlarda belə bir hal formalaşıbdır. Bəziləri deyir ki, onun borcudur ki,
süpürməlidir, ona görə dövlətdən maaş alır. Bəli, onun borcudur, o təmizləməlidir, küçələr təmiz olmalıdır, süpürməlidir. Amma bizim də elə bir haqqımız yoxdur ki, biz küçələri zibilləyək. Yəni bizim də vətəndaş olaraq borcumuzdur ki, o əlimizdə olan hansısa bir zibili, bir 5 dəqiqə getdiyimiz hansısa məsafədə öz cibimizdə saxlayaq, əlimizdə saxlayaq, gördüyümüz hansısa bir yerdə zibilimizi ataq zibil qabına. Düzdür, rayonumuzda yəni belə deyək, kifayət qədər zibil qabları yoxdur. Amma bunu vicdanlı insan, yəni bunu eləyə bilər. Belə deyək, zibil qabı ilə bizim aramızdakı məsafə bizim vicdanımızla məsuliyyətimiz arasındakı olan bir məsafədir. Yəni bugün hansısa bir zibili 100 metr əlində daşıya bilərsən, amma hardasa taparsan zibil qabı. Aparıb tullaya bilərsən orada. Mən ona görə bu çəkilişimi ümumiyyətlə fərqi yoxdur. Məktəbli, şagird, yəni böyük, balaca, elə bizim hamımıza aiddir. Biz də məktəbli olmuşuq, biz də hazırda getmişik. Mən demirəm, mən harasa nəsə atmamışam, bəlkə mən də nəsə atmışam. Biz də sizin keçdiyiniz yolları keçmişik, ali məktəbə, universitetlərə hazırlaşmışıq. Ola bilər, biz də hardasa səhvlər eləmişik, amma bugün çalışırıq ki, eləməyək və istəyirik ki, hər birimiz bu məsələlərdə diqqətli olaq, bir-birimizə qarşı hörmətlə yanaşaq və hər bir vətəndaş ictimai nəzarətçi olmalıdır. Yəni bugün mən İctimai Nəzarət Təşkilatının sədri olaraq hər yerə çata bilmərəm, hər şeyi görə bilmərəm. Yəni bu mümkünsüz bir şeydir. Yəni bu bir insan hər yerə çata bilməz. Amma biz bir-birimizi çata bilərik. Qarşıda gedən insan zibili atarkən biz arxadan gediriksə, biz onu görüb ona irad tuta bilərik. Yəni belə deyək, yaxşı şəkildə, kobud şəkildə yox, yəni maarifləndirməklə, başa salmaqla bir-birimizə yəni bu şəkildə nəzarət edə bilərik. Mən ona görə də bütün Ucar rayon sakinləri hər birinizdən xahiş edirəm, hər birinizi birlik olmağa dəvət edirəm. Bir olaq, şəhərimizi, vətənimizi, elimizi, obamızı təmiz saxlayaq. Yəni biz əgər bu işləri biz görməsək, yəni belə deyək də, heç kim gəlib bizdən ötürü burada bu işləri görməyəcək, yəni yaxşı işlər görməyəcək. Birinci növbədə biz özümüz bu işlərdə maraqlı olmalıyıq, biz bir olmalıyıq. Problemləri də hamısını bir yerdə həll etməliyik. Allaha çox şükür ki, bugün yenə bunu vurğulayıram. İctimai Nəzarət Təşkilatını tanıyırlar. Rəhbərlik tərəfindən də bizim bu təşkilat Azərbaycan Respublikası Cənab Prezident İlham Əliyevin çağırışlarına qoşularaq yaranmış bir təşkilatdır. Yəni bizim bir amalımız var, bir məqsədimiz var. Dövlətimizin inkişafından ötürü biz də bacardığımız qədər işlər görək. Xalqımızın xoş rifahından ötürü biz də əlimizdən gələn təmənnasız xidmətlərimizi göstərək. Hər birinizə çox sağ olun deyirəm, təşəkkür edirəm. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin. Səhərdən axşama kimi qardaş, səhərdən axşama kimi yığışdırıraq. Uşaqlardır, məktəb uşaqları, hazırlığa gedənlər. Bir də itlərdir qardaş. Zibili yığır, gətirib qoyurlar qırağa. İt ağzı ilə çıxırsa, başqanın ağlını hər yer dağıdır. Senin qabağı, Mədəniyyət evin qabağı. Düz deyirsən. Allah haqqı, ilk pis günə qaldı. Allah canını sağ eləsin, Allah şifa zavan eləsin. Bax, əziz insanlar, əziz sakinlər. Görürsünüz ki, bu qardaş əziyyət çəkir, küçəni təmizləyir. Bax, dediyim həmin yer, Ucar rayonu 28 may küçəsi. Burada hazırlıq keçirlər. Bu hazırlığa gələn uşaqlar, müraciətimdə dediyim kimi, gəlirlər, bura çatırlar, atırlar zibillərin, bax kanalda zibilləyirlər. Burada yəqin ki, bu qutunu qoyublar zibil atmaqdan ötürü. Qutunun da içərisi bomboşdur. Gör, nə qədər biz məsuliyyətsizlik ki, gör biz rayonumuza qarşı, elimizə, obamıza qarşı, gör nə qədər məsuliyyətsizlik edirik ki, biz gəlirik, bura atmırıq zibilimizi. Atırıq bax bura. Bura gör nə vəziyyətdir. Bax buranın bu insan sağ olsun. Allah canını sağ eləsin. Təmizləyirlər burada. Xahiş edirəm mən hər birinizdən. Əziz sakinlər, əziz məktəblilər, əziz şagirdlərimiz. Allah əziyyətinizi itirməsin. Əziyyət çəkirsiniz, hazırlığa gedirsiniz, ali məktəblərə hazırlaşırsınız. Hamınız, yəni bu rayonun inşallah arzu edirəm ki, fəxirli insanlar olasınız. Amma dərsdən, elmdən öncə bu şeylərə fikir vermək lazımdır. Ən əsas hər şey elə buradan başlayır. Mağın içərisi qardaşım, pis günə qalır. Sağ ol ata, Allah əziyyət ötürməsin, baş yox nələr.